Salam əziz dostlar, mən bugün sizə PlayStation 4-də olan oyun kolleksiyamdan ikinci hissəni göstərəcəm və oyunlar haqqında müəyyən məlumat verəcəm. Maraqlı olsa və davamını ardından yenə çəkərəm və ondan sonra daha oyunlar haqqında daha da çox böyük məlumat verərəm. Oyunları necə deyirlər, hissələrlə, janrlara bölüb, hansı ki keçdiyim oyunlar haqqında daha ətraflı, daha geniş məlumat verərəm mən sizə və qiymətləndirərəm oyunları. Və bunları bugün buradan başlayacağım. Burada başlayır, gəlir oyunlardan Bloodborne. Bir tipajı necə deyirlər, bir az God of War'a, Dante's Inferno'ya oxşuyur. Sözün açığı tam axırda kimi hələ oyunu keçməmişəm, biraz keçmişəm, ona görə çox böyük məlumat verəməyəcəm, amma PlayStation'ın hit oyunlarındandır. Yəni alıb oynamağı məsləhət görürəm, çox gözəl oyundur. Ardımıza gəlir Horizon. Birincisi çox maraqlı oyundur. Mən sözün açığı, mən bu oyunu ilk dəfə oynayanda birinci bəyənməmişdim. Hardasa 1-2 saat oyun vaxtı keçirmişdim. Yəni o qədər də xoşuma gəlməmişdi. Amma sonra ikinci dəfə oynayandan sonra üzr istəyirəm. Mən burada tərsinə dedim sizə. Horizon 1 və Horizon 2. Forbidden West. Mən bu oyunda demək birinci dəfə az oynamışdım, o qədər bilməmişdim. İkinci dəfə oynayanda mən oyunu oynadıqca adam oynamaq istəyir, geniş xəritədir, maraqlı oyundur, əlavə missiyaları, necə deyirlər, əsas süjet xətti çox maraqlı oyundur və çox bəyənəcəksiniz. Bu da PlayStation xüsusi oyunlarındandır, hit oyunlarındandır, hansı ki digər platformalarda yoxdur. Sözün açığı mən ən çox Horizon 1 bəyənmişdim. Yəni 2-də mən qeyri-adi, mənə görə sözsüz heç nə görmədim. Yəni mənə görə birim prosta ardı idi, necə deyirlər belə. Yəni müəyyən xüsusi günclənmələr, silahlarda, yəni başqa demək olar ki, qeyri-adi heç bir şey yox idi. Amma çox gözəl oyundur, məsləhət görürəm oynamağı. Ardımıza gəlir bu oyunlardan, deməli, bu mənim PlayStation'da ən sevimli oyunumdur. Hansı ki, mənə PlayStation'da ilk dəfələrdə mən bunu oynadım PlayStation 2-də, God of War'ları. Mənə PlayStation daha çox sevdirən oyun olmuşdu. Hansı ki, bu oyunlar mənim ən sevimli oyunlarımdır. PlayStation 2-də, 3-də, ardınca 4-də, davam olaraq da 5-də və beləsinə. PlayStation 4-də məndə olan hal-hazırda kolleksiyalardan God of War 3, oyunların içində, God of War seriyalarının içində ən çox bəyəndiyim və burada demək olar ki, oyun dilindən desək, bosslar, şeflər və belə deyək, God of War'ların içində ən çox buradadır. Səhv eləmirəmsə, yanılmıramsa 24-26 boss hardasa burada var. Yəni çox maraqla keçdiyim oyunlardandır God of War 3 və məsləhət gördüm sizə oynamağa. Ardınca God of War'lardan gəlir God of War 4, yəni bu da maraqlıdır, çox gözəldir. God of War 1, 2, 3, bir də PS1-lərdə olan Ghost of Sparta, Shining Olympus, PlayStation 3-də olan Ascension. Orada hamısında Yunan mitologiyasıdır, amma burada God of War 4 və ardınca 5-də, God of War 5-dir, Ragnarok, burada isə Skandinav mitologiyasıdır. Biz deyirlər, Yunanlarda tanrıların hamısını qırdı, keçdi Skandinaviya tanrılarına. Maraqlı oyundur, oynamağı dəyər, qrafika, necə deyirlər, oyunun əsas süjet xətti çox maraqlıdır. Və ardınca yenə God of War bayaq göstərdiyim kimi Ragnarok 5, çox gözəldir, süjet xətti də əladır, qrafikası superdir, necə deyirlər, adamı heç darıxmağa qoymur. Yəni God of War'ların hamısını məsləhət görürəm oynamağı sizə. Ardınca gəlir Ghost of Tsushima, Prizrak Tsushima, samuray oyunudur, çox gözəl oyundur, çox bəyənmişdim oynayanda. Necə deyirlər, açıq geniş xəritədir, əlavə missiyalar, əsas missiya, əsas süjet xətti necə deyirlər, heç biri darıxdırıcı deyil. Yəni sevə-sevə oynadığım oyunlardandır bu da, yəni sizə də oynamağı məsləhət görürəm. Ardınca gəlir Vedmak, Dikey Охота, ingilis dilində Witcher'dir, səhv eləmirəmsə, yanılmıramsa. Çox gözəl oyundur, bu da geniş xəritədir, dəhşət uzun oyundur, çox maraqlı oyundur, əlavə missiyalar olsun, əsas süjet xətti olsun. Yəni oynamağı məsləhət görürəm. Yəni əgər oyunu oynamısınızsa, yəni ya oynayacaqsınızsa, paralel serialına baxmağı da sizə məsləhət görürəm. Yanılmıramsa 4 sezondur. İlk 3 sezon daha maraqlıdır, 4-cü sezonda aktyor dəyişir, o qədər də. Yəni belə pis deyil. Yəni oyunla bağlıdır. Yəni oyunu əgər oynayacaqsa, serialda çox gözəl başa düşəsiniz. Ardınca gəlir məndə burada Assassin seriyalarıdır. Burada vaxt verim bura. Deməli, Assassinlərdən məndə olanlar kolleksiyamda. Assassin's Creed 2 Enzo Collection'dır. Burada yəni bunun içində Assassin's Creed'in 3 versiyası var. Assassin's Creed 2, 2-nin ikincisi, 2-nin üçüncüsü. Necə deyirlər? Assassin's Creed 2, Assassin's Creed Bratstvo Kрови, Assassin's Creed Откровения. Çox gözəl oyundur. Yəni Assassinlərin içində də, Assassin seriyalarının içində də bəyənib oynadığım oyundur. Maraqla keçmişəm. Yəni Assassin seriyalarında mənim xoşuma gələn bir o işdə var ki, Assassin'də hər seriyasında bir tarixi şəxsiyyət var. Yəni bir və bir neçə tarixi şəxsiyyətlər var. Yəni sizin Assassin personajına kömək eləyəni var, kömək eləməyəni var, düşmən olanı var və ona görə də çox maraqlıdır. Burada söhbətlər İtaliyada, Venesiyada gedir, 2-də İtaliyadadır. Səhv eləmirəmsə 2-nin üçüncüsündə burada daha da İstanbulda da o vaxt, yəni necə deyirlər, Osmanlıda da iştirak olunur. Maraqlı oyundur. Necə deyirlər, personaj Enzo sizi darıxmağa qoymayacaq. Yəni məsləhət görürəm Assassin seriyalarından bunu oynamağa. Sonra Assassinlərdən gələn burada məndə Assassin's Creed 3-dür.
Burada bu da çox maraqlıdır, çox gözəldir. Burada hadisələr necə deyirlər, Amerikada cərəyan eləyir. 1700 neçənci illərdə o belə deyək, tam dəqiq deyil. Mən bunu çoxdan bağlı. Bunlar daha doğrusu çoxdan keçmişəm. Ona görə yanında qalan deyirəm. Burada Amerika vətəndaş müharibəsində də iştirak edirsiniz oyunda. Yəni o da çox gözəldir. Maraqlıdır. Personaj Connor'dur burada. Hə, Connor'dur. Yəni çox maraqlı oyundur. Plus bunun içində məndə Dapal liniyası var. Assassin's Creed Liberation'da var. O da bunun mən bir hissə davamı kimi hesab edirəm. Orada personaj qızdır. Adından çıxıb neydi sözün açığı. Yəni belə də maraqlı deyil, bu da pis deyil. Assassin's Creed sonunda çox gözəldir. Bu da Assassin seriyalarının içində məndə ən bəyəndiyimdir. Oynamağı məsləhət görürəm. Ardınca gəlir Assassin's Creed Black Flag, Çorlu Flag. Burada həm assassinsiz, həm piratlıq, necə deyirlər, korsanlıq edirsiniz. Çox maraqlıdır. Burada personajların adı yanılmıramsa Edward Kenway idi. Bəli, bu da çox gözəldir. Döyüşləri, necə deyirlər, ən gözəl döyüşlər mənə görə Assassin's Creed 3-dədir, bundan qabaqçında. Ən gözəl parkurlar Assassin's Creed 2-dədir. Burada da necə deyirlər, həm gəmi ilə korsanlıq eləmək, həm döyüş sənələri hamısı gözəldir. Xəritə açıq, geniş, süjet xətti böyük, oynamağı məsləhət görürəm. Ardınca gəlir Assassin's Creed Izgoy, Rogue, Remastered versiyası. Bu da, yəni burada süjet xətti qısadır. Yəni bu bir tipaj Assassin's Creed Black Flag-a oxşuyur. Yəni demək olar ki, Devon Dapal liniyası mən deyərdim əlavəsi kimidir. Oynamağı məsləhət görürəm, çünki assassinlər hamısı bir-biri ilə əlaqəlidir. Hansısa seriyanı necə deyirlər, başlıqdan başlayıb oynasanız daha maraqlı olar, çünki onda daha rahat başa düşəsiniz. Çünki axırlardan ya ortadan oynasanız başa düşməyə bilərsiniz. Bunu da oynamağı məsləhət görürəm. Yəni bir tipaj Assassin's Creed Black Flag kimidir bura. Ardınca gəlir Assassin's Creed Единство, Unity. Burada hadisələr Fransada cərəyan eləyir. Burada Fransa inqilabı da var. Tarixi şəxsiyyətlərdən Napoleon Bonaparte, yadımda qalanlardan. Məsəl üçün ikinci versiyasında Enzo'da Da Vinci var idi. 3-də Benjamin Franklin. Bunda yadımda qalana qədər Napoleon Bonaparte var. Fransa inqilabı da burada cərəyan eləyir. Hadisələrdə görə bilərsiniz. Yadımda maraqlıdır, pis deyil. Burada assassinlərin içində parkur, ən deyirlər, qəşəng parkurlar bu hissəsindədir. Müəyyən oyun çıxanda çatışmamazlıqlar oldu, amma yəni oyuncular tərəfindən sevilə-sevilə oynanan oyunlardan oldu assassinlərin içində. Ardınca gəlir Assassin's Creed Syndicate. Assassin seriyalarının içində heç bəyənmədiyimdir, bu mənim ən az bəyəndiyimdir. Burada mənə görə missiyalar monotondur. Əlbəttə ki, əlavə missiyalardan söhbət gedir. Hamısı monotondur, bir-birinə oxşuyur. Burada hadisələr Londonda cərəyan edir. Burada da tarix şəxsiyyətlər var. Yadımda qalana qədər Karl Marx, əgər səhv eləmirəmsə, və digər müəyyən qədər çoxdan oynamışam çünki bunda tarix şəxsiyyətlər var. Burada personajlar 2 nəfər düzə, əvvəlkilərdən fərqli olaraq bazı qardaşla keçirsiniz eyni vaxtda. Adları düzdür, yadımdan çıxıb. Assassin's Creed Unity'də Arnie-də adı, bundan qabaqca burada yadımdan çıxıb personajdan adı. Süjet xətti o qədər də pis deyil, amma əlavə missiyalar mənim heç xoşuma gəlməmişdi. Mənə görə hamısı monoton idi. Assassinlərin içində ən az bəyəndiyim Syndicate idi mənim. Ardınca gəlir Assassin's Creed Origins, İstoki. Burada hadisələr biraz da daha da qədimə gedir. Piramidalara, Kleopatra, burada tarix şəxsiyyətlərdən var. Sonra Julius Caesar var, axırda səhv eləmirəmsə, Julius Caesar öldürülür. Çox maraqlıdır, bu da qəşəngdir, qrafikası, süjet xətti, personajın özü də. Personajın adı B2 idi, səhv eləmirəmsə, oynamağa dəyər. Yəni o heç tarixdə oyun olmayacaq sizə. Bunun ardınca gəlir Assassin's Creed Odyssey. Burada da iki personajla keçə bilərsiniz, daha doğrusu ikisindən birini seçə bilərsiniz onun süjet ərzində. Mən oğlan personajı ilə keçmişdim. Alexios. Çox maraqlıdır, xəritə genişdir, missiyalar həddindən artıq çoxdur. Yəni mən deyərdim ki, bu Assassin seriyalarının içində mən bunu Assassin adlandırmazdım. Daha çox Spartalı oyun adlandırardım, amma çox gözəldir, çox maraqlıdır. Yəni heç bir missiya monoton deyil. Yəni oynasaz axıra kimi, yəni siz darıxmağa qoymayacaq və istəyirsiniz ki, bütün missiyaları keçəsiniz. Bunun ardınca gəlir Assassin's Creed Valhalla. Burada söhbətlər Vikinglərə gedib çıxır. Sözün açığı bunu axıra kimi keçməmişəm, hələ tam keçməmişəm. Yarıya kimi hardasa keçmişəm. Ona görə daha çox məlumat verməyəcəm, amma daha verə bilməyəcəm daha doğrusu. Amma oyun maraqlıdır, oynamağa dəyər, xəritə genişdir, missiyalar çoxdur. Maraqlı, oynamağa dəyər. Ardınca gəlir Assassin's Creed Mirage. Burada süjet xətti qısadır, maraqlıdır. Müəyyən missiyalar monotondur, biraz sıxıcı ola bilər, amma oyunun ab-havası bunu qoymur, adama hiss elətdirmir. Çünki burada söhbət Bağdadda gedir. Müəyyən missiyalar biraz monotondur, amma oyun maraqlıdır, süjet xətti qısadır, oynamağa dəyər. Ardınca gəlir PlayStation 4-də Assassin's Creed Chronicles. Bunun içində 3 oyun var. Assassin's Creed China, India, Russia. Bu 2D qrafikalı oyundur, oyunlar qısadır, oynamağa dəyər, yəni pis deyil. Bu məndə daha PlayStation Vita'da da var, harasa səfərlər yollarda da çıxanda, yəni oynayıram orada da maraqlı oyundur. Qısa oyundur və maraqlıdır. Gəlir bugün sonuncu 3 oyun, Red Dead Redemption.
necə deyirlər, qısa adı ilə desək, RDR çox maraqlı oyundur, çox gözəl oyundur. Xəritə açıq, geniş, necə deyirlər, bir tipaj yox, belə kovboy oyunudur. Maraqlı oyundur, oynamağa dəyər. RDR çox gözəl oyundur. Yəni mən bəyəndiyim oyunlardandır. Oyun heç sıxıcı deyil. Onun ardınca gəlir RDR 2. Bu mənim PlayStation-da bəyəndiyim ən gözəl oyunlardan biridir. Çox, necə deyirlər, seriyası oynadığım oyunlardandır. Oyun dəhşət uzundur. Hardasa bu oyunu tam keçmək üçün sizə 250-300 oyun saatı lazımdır. Missiyalar həddindən artıq çoxdur. Yəni heç bir monoton deyil, heç bir adama sıxıcı gəlmir. Adam necə deyirlər, oynadıqca oynamaq istəyir. Roscard Game firmasının buraxdığı oyundur. Necə GTA-nı buraxan firmanın buraxdığı oyundur. Ona görə də yəni heç sıxıcı deyil, maraqlıdır. Mən bu oyunda hardasa 150 saatdan çox oyun vaxtı keçirmişəm. 150-170 saat. Heç hələ tam oyunu necə deyirlər, əsas süjet xəttini bitirmişəm, amma əlavə missiyaların hamısını keçəməmişəm. Hardasa 70%-ni keçmişdim. Mən də bu oyunda əsas personaj ana süjet xəttində, əsas süjet xəttində Arthur Morgan öləndə yəni çox pis olmuşdum. Çünki oyun mənə çox ləzzət eləmişdi. Necə deyirlər, o bəyəndiyim digər oyunlar kimi God of War, müəyyən oyunlar var ki, bu evdə mən PlayStation-da ən bəyəndiyim oyunlardandır. Ardınca gəlir Roscard Game firmasının buraxdığı elə oyunlardan La Noire, Los Angeles Noire. Bu oyun hardasa 80-70-ci illərə əhatə edir, detektiv oyunudur. Missiyaların çoxu monotondur, bir-birinə oxşuyur, sıxıcıdır. Amma yəni bir cəhətdən də oyun da pis deyil. Necə deyirlər, 80-ci illərin, 70-ci illərin mafiyası, hatta 80-70 yox, 40-cı illərin, üzr istəyirəm, mən biraz səhv dedim. Mafiyası həmin vaxtı, necə deyirlər, Hollywoodu adamı sıxılmağa qoymur. Bir tipaja mafiyaya oxşuyur, amma mafiyadan deyərdim ki, zəifdir. Yəni mafiya ən əsası da 2-dən gələn bölümlərdə, hissələrdə mən sizə oyunlarda göstərəcəm. Oynamaq normal, belə dəyər, pis deyil. Bugünlük bu qədər. Maraqlı olsa davamını yeni çəkərəm və oyunlar haqqında daha çox, daha geniş məlumat verərəm. Hələlik.